Aleyküm. Demək, ölkədə zob xəstəsi qalmayacaq. Utin də hər zaman deyirəm ki, nemətdir. Bax, utindir. Özdə qardaşlar özləri çəkirlər də, çox kəskindir. Hə? Bəli, çox süperdir, çox əladır inşallah. Demək, mən xörək qaşığı düzdür, tam doldurmayacağam, amma belə kifayətdir də. Kifayətdir, çox tündür. Yəni özümüz çəkdiyimizə görə sərtliyi əla. Bax, deyirsiniz ki, içə bilmirik. Bismillah. Yəni mən şokdayım da bu qədər rutinliyini həqiqətən içmək olmur. Mən neçə ildir rutinli içirəm. Mən bunu çox götürməyəcəm. Bundan çox. Yəni yəni mənim üçün acı deyil də. Mən nemət bilirəm. Bax belə götürürsüz. Bütün qalxan varıqası xəstəliklərində, bütün qalxan varıqası xəstəliklərində bir nömrə. Düyünlərə kimi, Hashimoto'dur, tənbəl zobdur, hamısında faydalıdır Allah'ın izniyle. Qanı duruldur, damarları elastik edir və tükənməz faydası. Üstündən boğuza su içmək lazımdır ki, yəni bu boğazda ilişib qalmasın. Başqa məhsullarda olanda onları da öyrəndə danışmaq lazım deyil bunu içən zaman ki, rahat qəbul olunsun. Bizdə deyirlərdi satılır, ən çox da həm şəkər xəstəliyi, öd daşı, böyrək daşı, tromb, qan laxtalaması, bütün xəstəliklərin müalicəsində istifadə olunur. Xüsusən də öz etdiyimiz rutində olduğuna görə keyfiyyəti yüksəkdir. Həm kapsul formasında var, həm yağ formasında, həm şərbət formasında, ancaq belə toz formasında içəndə daha da inşallah faydası yüksəkdir. Faydası budur da içə bilmirsə kapsulunu alıb içə bilərsin inşallah. Çox sağ olun, Allah bütün xəstələrə şəfa versin. Amin inşallah.